Çalışın həyatda heç kimi olmayan adamlarla yaxın münasibətiniz olsun. Heç kəsi yoxdur. Heç bir dayağı yoxdur. O adamlara dayaq olun, dəstək olun. Həzrət Əlinin özü barəsində Qədr gecəsində həmişə danışırıq. Həzrət Əlini dəfn eləyib qayıdırlar. İmam Həsən, İmam Hüseyin əleyhissalam görürlər ki, bir xərabə bir yerdə, xarabalıqda bir qoca kişinin ağlamaq səsi gəlir. Sızıldıya deyir, Həbibi, Həbibi, hanı mənim istədiyim, istəyim, sevdiyim adam. Bir görürlər bu qoca kişi ağlayır, yaxınlaşırlar, görürlər cüzam xəstəsidir, dəri xəstəsidir. Dəri xəstəsi olduğuna görə şəhərdən çıxardıblar bunu, gedib bir xarabənin içində yaşayır. Deyirlər, sən niyə görə belə narahatsan, niyə görə? Deyir, mən, yaxınlarım da məni tərk edib. Amma bir ağa var idi, hər gün mənə baş çəkirdi, hər gün. Elə bir gün yox idi ki, gəlməsin. O qədər işin içində də. Həmişə baş çəkirdi mənə. Bu gecə gəlməyib, 2 gecədir gəlmir, Nigarana. Bir onun elə isti nəfəsi var idi, nəvazişi var idi, darıxmışam onun üçün. İmam Həsən əleyhissalam deyir ki, filan əlamətləri, filan deyir, o mənim atam Əmir əl-Möminin. Deyir, doğrudan müsəlmanların xəlifəsi idi mənə baş çəkən, deyir, bəli. Deyir, bəs niyə gəlməyib? Deyir, o dünyasını dəyişib, indi onun dəfnindən gəlir.